bəndin qafiyələrinə baxırıq. Birinci bəndin 1 və 3-cü misrasında cinas işlənməyib. İkinci bəndin qafiyələri dərdimi, və deməli üçü qafiyələnib və mənalara baxırıq. Yar məskənin astana mı, dərdimi? Dər burada qapı deməkdir. Astana, qapı, yəni sənin məskənin qapıdır, yoxsa astanadır bu mənada. Deməli, dər burada qapı mənasında isimdir. İkinci misrada Kamil bağban gülü bağdan dərdimi? Yəni, dərmək mənasındadır burada, dər feildir. Üçüncü misradakı dərdimi, ab mürvət, dərdin mənim dərdimi. Burada isə dər yox, sözün kökü dərd mənasındadır. Mənim dərdim mənasında yenə isimdir. Deməli, dərdimin sözü hər üçü eyni cür yazılıb, eyni cür deyilir, amma hərəsində bir məna bildirir. Ona görə belə qafiyələr adlanır cinasi qafiyələr. Yəni, təznisdə bəndin qafiyələrdir, bəndlərin özünün qafiyələri də mütləq cinas olmalıdır. Üçüncü bəndin bənd qafiyələrinə baxırıq. Oda salıbdır, oda salıbdır, oda salıbdır. Bunların mənasına baxırıq. Yenə bu üçü bir qafiyələnir, bəndin qafiyəsi adlanır. Yazıq Ələsgəri oda salıb. Buradakı od, alov, atəş mənasındadır isimdir. Fələk gözdən salıb, o da salıb. Buradakı o əvəzlikdir, daha bağlayıcıdır və deməli, o məni gözdən salıb mənasındadır. Üçüncü misradakı çeşmə kənarında oda salıb, oda ev, kiçik ev mənasındadır. Yəni, çeşmənin, bulağın kənarında ev tikib, ev salıb. Bu mənada işlənib. Yenə oda sözü burada həm deməli, deyilişcə eynidir, amma ikinci misrada yazılışca fərqlidir. Buna baxmayaraq, deməli, deyiliş eyni olur. Amma hər birində başqa-başqa mənada işlənib. Beləliklə, deməli, təcnisin qafiyələri həm əsas qafiyələr, həm də bəndin qafiyələri cinas sözlərdən ibarət olur və məhz yalnız bu xüsusiyyətinə görə də o qoşmadan fərqlənir. Cinasdan istifadə eləmək şairdən, aşıqdan məharət tələb eləyir. Ona görə təcnis yazan şairlər və eləcə də təcnisi olan aşıqlar demək olar ki, azdır.